Dostlar, 212-nin gələcək planlarını öyrənmək üçün yollanıram Çinə 212 dünya distribütorları və dilerləri yığıncağına. Dostlar, yəqin ki, yadınıza düşəcək, bu avtomobil hələ prototip idi. Heç bunu cəmiyyətə tanış eləməmişdilər. Mən bunu hələ sizə ilk dəfə muzeydən videosunu çəkəndə deyirdim ki, bu 212-ni yaxşı yadınızda saxlayın və bu 212-ni yaxşı yadda saxlayın, çünki bu haqda ayrıca bir video olacaq. Hələ o vaxtdan prototip halında olanda mən bunun zavodu ilə əlaqədə idim və orada bütün testlərdə, bütün avtomobil yoxlanışlarında mən iştirak edirdim və eyni zamanda da deyirdim ki, bir gün sizə, dosta, qardaşa qismət olacaq avtomobil təklif edəcəm. Biraz səbr edin. Təbii ki, üstündən illər keçdi. Siz mənim videolarımı görmüsünüz. Bugün 5, 6, 7 satan var Azərbaycanda. Bəziləri salon açır, bəziləri neyir. Allah hamısını ruzisini versin. Mənim buna qarışacaq bir sözüm yoxdur. Mənim buna etirazım yoxdur. Sadəcə məlumat vermək istəyirəm ki, çoxları yenə də deyirəm, mənim adımı istifadə edir. Dostlar, bunların heç birinin mənimlə əlaqəsi yoxdur. Kimsə əgər istəyirsə ki, mən ona dəstək olum və çerez mən bu avtomobili alsın, e-mail aşağıdadır və mənə əlaqə saxlaya bilər. Bu dəfə Kitaya getmək səbəbim odur ki, 212-nin dünya distribütorları və dilerləri yığıncağı olacaq. Bu cür yığıncaqların məqsədi odur ki, bu avtomobilin növbəti bir ildə planları haqqında danışacaqlar. Məsəl üçün, bunun elektriksi çıxacaqmı, bunun plug-in hibridi çıxacaqmı, bunun yeni modeli çıxacaqmı, hansı modifikasiyalar və funksiyalar əlavə olunacaq. Bütün bunlar və bəlkə də əlavə şeylər, hansı ki, orada açıqlanacaq. Mən bunları elə sizə birbaşa Kitaydan çatdırmağa çalışacağım. Sadəcə izləmədə qalın və yenə də deyirəm, əgər istəyirsinizsə bu maşın haqqında məlumat verim, onda bu e-mailə yazın.